Salam balaca birincilər və əziz valideynlər. Hər birinizə kanalımda xoş gördük. Davam edirik biz yenə iş dəftərimizi, birinci sinif, ikinci hissə, Azərbaycan dil iş dəftərimizi tapşırıqlarına davam edirik. 4A tapşırığında köhnə çul mətninə aid olan tapşırıqdır. Cümlələri mətndəki ardıcıllığa uyğun nömrələ. Bundan əvvəlki videomda mən mətni oxumuşam və mətnin üzərində olan tapşırıqların izahını vermişəm. Ona görə də birbaşa burada neyniyəcəyik? Tapşırıqlarımızı işləyəcəyik. Çulu sahibindən almaq üçün hiləyə əl atdı. Bir turist gəzintiyə çıxmışdı. Kəndli uzunqulağı turistə satıb üstündəki çulu götürdü. Bir uzunqulağın üstündə qədimdən qalma bir çul gördü. Deməli, birinci nə baş verir? Turistin gəzintiyə çıxmağı. Bura bir yazırıq. İkinci nə baş verir? Bir uzunqulağın bir uzunqulağın üstündə qədimdən qalma bir çul gördü. İkincidə bu baş verir. Üçüncü nə baş verir? Çulu sahibindən almaq üçün hiləyə əl atdı. Dördüncü də kəndli uzunqulağı turistə satıb üstündəki çulu götürdü. Dördüncü isə bu olacaq. Sonra keçirik B tapşırığımıza. Oxuduğum mətnlə bağlı suallara cavab yaz. Turist gördüyü çulu əldə etmək üçün nə etdi? Burada çalışacağım qısa yazım. Çünki sinifdə də elə yazdırmaq istəyirəm uşaqlara ki, uzun olanda yerləşmir iş dəftərlərlə. Turist gördüyü çulu əldə etmək üçün neynədi? Hiləyə əl atdı. Ona görə də burada qısa formada yazacaq. Hiləyə əl atdı. Kəndli turistə nəyi satdı? Kəndli turistə nəyi satmışdı? Uzunqulağı satdı. Burada cavab yerində yazacaq uzun qulağı satdı. Üçüncü sual. Çul kimdən yadigar qalmışdı? Uşaqlar, çul mətndə də oxumuşduq ki, həmin o kəndlin dədə babasından yadigar qalmışdığını yerləşdirmədim deyə belə qısa yazdım elə. Keçək biz növbəti tapşırıqlarımıza, daha doğrusu. Burada bizə nə deyir? Hadisələrin səbəbini yazaraq cümlələri tamamla. Amerikalı turist köhnə çulu almaq istədi. Çünki nə idi uşaqlar? Belə qədim əşyalar bahalı, qiymətli hesab olunurdu. Bahalı yox. Belə qədim əşyalar, çalışıram qısa yazım. Qiymətli. Mənim yerim yoxdur, mən düşürəm aşağı. Siz yəqin ki, yerləşdirərsiniz. Qiymətli hesab olunur. İkinci cümləmizə baxırıq. Kəndli uzunqulağı satsa da çulu turistə vermədi. Çünki çul ona yadigar qalmışdı. Yadigar qalmışdı. Əslində dədə babasından yadigar qalmışdı. Sadəcə olaraq yerləşdirməyəcəyim. Mən belə yazdım. Ç tapşırığına baxırıq. Söz boğçasındakı hansı sözlərin izahları aşağıda verilmişdir? Həmin sözləri uyğun yerlərdə yaz. Bir söz boğçasında xeyli sözlərin izahını sizlə bundan əvvəlki videomda vermişəm. Ona görə də izahı oxuyaq, sonra söz yazaq. Bəzi heyvanların üstünə salınan qalın örtüyün adı nə idi? Çul idi təbii ki. Xatirə olaraq saxlanılan əşya nə deyirdik? Yadigar deyirdik uşaqlar. Səhifə 30-un izahını verdim. Burada 31-də izahını verək. Sonra bugünlük bu qədər kifayət eləyər. Çağırır vətən fəslində, yəni burada bu bölmədə olan tapşırıqları işləyəcək. Bundan öncəki videoya baxsaz, dərsliyimizdə bu mövzunun da izahını vermişəm. Həmişə mən çalışıram birinci dərslikdə izahı verim, ardınca onun iş dəftəri izahını verim. Bir A tapşırığında mübariz sözü ilə yaxın mənə olan sözlərin altından xətt çək. Mübariz sözü nə deməkdir? Qəhrəman deməkdir, igid deməkdir, mərd, cəsur, qorxmaz deməkdir. Digər xüsusiyyətlər isə mübariz sözü ilə yaxın mənalı sayılmır.
B tapşırığına baxırıq. Hərflərin yerini dəyişməklə sözləri düzgün yaz. Yazdığın sözlərdən alınan cümləni soldan sağa oxu. Deməli, bu sözlərə biz baxanda, daha doğrusu hərflərə baxanda buradan bir söz yaranır. Nə söz yaranır? İgid sözü. İkinci, əskər. Möhkəm. Yəqin ki, siz də hərflərə baxan kimi düzəldə bilirsiniz. Bu da dayan. Dedi ki, soldan sağa oxuyun. İgid əskər cümlə deyirsə bizə, biz gərək bunu balaca ilə yazmayaydıq. Çünki bizə cümlə deyir, ona görə də bunu böyüklə yazmalıydıq əvvəldən. İgid əskər, möhkəm dayan cümləsi olacaq. İndi keçəcəyik sizlə biz nəyə? C tapşırığımıza. C tapşırığında bizə deyir ki, sözlərdən cümlələr qurub yaz. Uğrunda mübariz, şəhid olmaq vətən. Deməli, mübariz nə olmuşdur uşaqlar? Mübariz vətən uğrunda şəhid oldu. Olmuşdu və yaxud da oldu. Bu cümləni quranda uşaqlar sözlərə şəkil çarptırmaq lazımdır. Olduğu kimi yazdığı zaman cümlə natamam görünür. Mübariz vətən uğrunda şəhid olmaq yaza bilərik, təbii ki, yaza bilmərik. Mən burada səliqəsiz yazıram deyə yerləşmir, amma siz yerləşdirin. Şəhid olmuşdu. Sonra ikinciyə baxırıq. Ordu Azərbaycan güclü var. Deməli, Azərbaycanın nəyi var? Güclü orduyu, ordusu var. Azərbaycanın onu yazmaq əvəzinə en yazdım. Azərbaycanın güclü ordusu var. Bu da bizim C tapşırığımız. İndi sizlə keçəcəyik biz C tapşırığını. Səhifəmizin sonuncu tapşırığını işləyəcəyik. Sözlərə çatışmayan hərfləri əlavə et. İşğal edilmiş rayonlarımızdan birinin adını oxu. Qarabağ. Təbii ki, burada A olacaq. İşğal. İgid. Mübariz. Düşmən. Hansı söz yarandı? Ağdam rayonu Azərbaycanın işğal edilmiş rayonlarından biri olan Ağdamın adını crosswordumuzdan, yəni bu cədvəlimizdən tapmış olduq Ağdam sözünü. Bu qədər uşaqlar səhifə 31 izahı növbəti videolarımızda görüşənədək inşallah ki, hər birimiz üçün yararlı oldu. Hələlik.